Ey rəhmətlik molla. Adamınla əti tökülür bu kişini yada salanda. Deməli, qulaq asın. Bir gün bu şəhərin cavanları yığışır ki, bəs gəlin mollaya bir kələk gələk. Ay səni, plan da nə plan? Hərəsi cibinə bir yumurta qoyub, mollanın yanına gəlirlər ki, ay molla, bəs gedək hamama, sümüklərimiz qızışsın. Molla da sadəlöv, hə, gedək də, niyə getmirik deyir. Bunlar girirlər içəri, soyunurlar, eləyirlər. Birdən cavanlardan biri göz vurur yoldaşına. Qaydır ki, kişi, quru-quru çinmək ləzzət eləmir. Gəlin belə bir şərt kəsək. İndi hamımız toyuq kimi yumurtlayacağıq. Kim yumurtlaya bilməsə, hamam pulunu o versin. Molla hələ hə deməmiş, bunlar dağılışırlar künc bucağa. Biri oradan qışqırır, qa, qa, çıxarır yumurtanı, qoyur ortalığa. O biri oradan qud-qudu, o da bir yumurta. Molla baxır ki, paho, iş şuluqdur, bunlar hamısı hazırlaşıb gəlib, torba tikiblər buna. Amma molla özünü itirər, əsla. Kişi yavaşca çıxır o hovuzun qırağına, əllərini vurur dizinə, sinəsini qabağa verib, bir dənə bəkdən banlayır. Cavanlar yerlərində donub qalırlar. Ay molla, bu nədir? Nə qışqırırsan? Molla bığaltı gülüb sakitcə deyir. Abalam, bu qədər toyuğa bir dənə xoruz lazım deyil. Vay, vay, vay. Hə. Nəysə, bunlar gülüşə-gülüşə hamamdan çıxırlar. İndi bədən boşalıb axı. Gedirlər bir məclisə oturub çay içməyə. Çılırıb, 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 çılırıb. Söhbət fırlanır, gəlir çıxır, günəş faydalıdır yoxsa ay mövzusuna. Hələ bir şey deyir. Biri deyir günəş istilik verir, o biri deyir nə bilim otları göyərdir. Molla bir küncdə çayını içə-içə bunları dinləyir, axırda dözmür. Siz Allah, nə yapışmısınız bu günəşin quyruğundan? Mənə qalsa, ay ondan qat-qat faydalıdır. Məclisdəkilər təəccüblə soruşur, niyə ay molla? Molla qaşlarını qaldırıb, lap alim kimi izah edir. Bax, cahil insanlar, baxlun. Günəş onsuz da gündüz çıxır da. Gündüzdəki hər yer işıqlıdır. Günəşin nə mənası var? Amma ay, bax ay başqa məsələ. Ay gecələr çıxır. Zülmət qaranlığı işıqlandırır. İndi özünüz deyin. Günəş faydalıdır yoxsa ay? Məntiqə bax da sən. Heç kəsin də səsi çıxmır. Mat məətəl qalıblar.